Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz ifadələrin ən kiçik və ən böyük qiymətlərinin tapılması mövzusudur. Deməli, burada birinci ifadəmizin bizim kvadrat üçədli olduğunu görürük. Kvadrat üçədlinin ən böyük, ən kiçik qiymətini tapmaq üçün, deməli, funksiyalar mövzusundan biz bilməliyik nəyi? Bizə funksiya y bərabərdir a x kvadratı, qoy bunu qırmızı ilə yazaq, düstur kimi qalsın burada. Ax kvadratı üstəgəl bx üstəgəl c şəklində verilirsə, həmin bu funksiyada əgər a böyükdür 0 olarsa, funksiyanın ən kiçik qiyməti bərabərdir n-ə və həmin n də bərabərdir mənfi b-nin kvadratı çıxılsın 4ac bölünsün 4a düsturu ilə tapılır. Deməli, burada a mənfi olarsa, əgər a müsbət olarsa, amma a, daha doğrusu burada müsbət oldu. Müsbət olanda, deməli, bu qayda ilə tapılır və müsbət olanda ən kiçik qiymət olur. A mənfi olanda isə ən böyük qiymət eyni düsturla tapılır. Sadəcə olaraq a mənfi olanda bilirik ki, bu düstur ən böyük qiymətin tapılma düsturudur. Yenə də eyni düsturdur. B kvadratı çıxılsın 4ac bölünsün 4a. Deməli, bu nə deməkdir? Bu o deməkdir ki, qolları yuxarıya doğru yönəlməyən bu birincidir, bu da ikinci. Həmən bu birincini qrafik üzərində izah eləsəm, deməli, qolları yuxarıya doğru yönəlmiş bizə parabola verir. A müsbət olanda qolları yuxarıya doğru yönəlmiş parabola verir. Həmin bu parabolanın təpə nöqtəsinin y-i funksiyanın aldığı ən kiçik qiymətdir. Baxın bu. Qollar yuxarı olanda ən kiçik qiymət, yəni funksiya n-dən yuxarıdakı qiymətləri alır, amma aşağıdakı qiymətləri ala bilmir. Funksiyada ikinciyə uyğun olaraq isə a kiçikdir 0 olan halına baxaq. A kiçikdir 0 olanda funksiyanın qrafiki qolları aşağıya doğru yönəlmiş paraboladır. Məsəl üçün belə. Buradan fərqi yoxdur. X-i kəssə də eynidir, kəsməsə də eyni məna daşıyır. Burada da deməli n-dir. Bu mənfi sonsuzluqdan n-ə qədər gəlir. N-dən yuxarıdakı qiymətləri ala bilmir. Bax, çünki qrafik buradan aşağıya doğru yönəlir. Deməli, ona görə də bunun ən böyük qiyməti n olur. Bu oldu funksiyalarla bu tapşırığın izahı. İndi bir dənə də bizə var qaydamız üçədlidən ikədlinin ayırma üsulu. Deməli, məsəl üçün bizə verir belə bir ifadə tutaq ki, ax kvadratı, belə deyim, üstəgəl bx üstəgəl c üçədlisidir. Həmin bu üçədliyə nümunə olaraq məsəl üçün yazıram ki, x kvadratı üstəgəl 6x çıxılsın 11. Və indi burada baxıram nəyə? Baxıram ki, a-nın qiyməti 1-ə bərabərdir. A 1-dirsə, yəni müsbətdir. Müsbətdirsə, deməli, bu ifadənin ən kiçik qiyməti var. Ən kiçik qiymətini tapmaq üçün burada üçədlinin ikədlinin kvadratını ayırmalıyım. Yəni, yazıram x-in kvadratı. Bu 6x-i ayırıram 2 vur x vur 3. Niyə? Çünki bu, müxtəsər vurma düsturunda birinci ilə ikincinin hasilin 2 misli deməkdir. 6x'in yerinə bunu yazıramsa, deməli, birinci vuruğumuz bizim toplananımız x-dirsə, ikincisi 3 olmalıdır. Üstəgəl 3-ün kvadratını yazsam, artıq buradan görürəm ki, bu x çıxılsın 3-ün mötərizə kvadratını verir. 3-ün kvadratını özüm əlavə elədiyinə görə bir dəfə də 3-ün kvadratını çıxıram və çıxılsın 11-i də yazıram. Bərabərdir. Bu 3-ünün yerinə yazıram. X çıxılsın 3-ün mötərizə kvadratı. Bunlar da eləyir mənfi 9, o da 11, mənfi 20. İndi bura baxıb nə deyirəm? Deməli, biz bilirik ki, ifadənin kvadratın ən kiçik qiyməti 0-dır. 0-dırsa, deməli, buradan 0-dan da çıxanda 20, bu ifadənin elə verilmiş ən kiçik qiyməti 0 çıx 20 bərabərdir, mənfi 20-dir, olasıdır. Buradan ən kiçik qiyməti tapdım. Və bu ən kiçik qiyməti nə vaxt alır deyirsə, bu deməli ən kiçik qiymət 20-ni x bərabərdir 3 olanda alır. Yəni burada sual dəyişir. Bir var desin ki, bizdən soruşsun ki, ifadənin ən kiçik qiyməti neçədir? Deyirsən mənfi 20, bundan qutarırsa. Bir də var deyər ki, ifadə ən kiçik qiymətini x-in hansı qiymətində alır? X bərabərdir 3 olanda. Çünki burada x bərabərdir 3 olanda 3-dən 3 çıxanda 0, 0-ın kvadratı yenə 0, ondan da 20 çıxanda mənfi 20. İndi bu ən kiçik, ən böyük qiyməti istəsək burada düsturla yerinə qoyub hesablaya bilərik. İstəsək də bu qayda ilə hesaplamaq olar.
İndi tapşırıq 1'ə baxaq. Tapşırıq 1-də ifadəsinin deyir ən böyük qiymətini tapın. Burada A-nın əmsalı mənfi olduğuna görə deməli həqiqətən də bu ən böyük qiyməti var. Ən kiçik qiyməti mənfi sonsuzluğa doğru davam eləyir. İndi burada bunu nə etmək lazımdır? 1. Əvvəlcə mən burada mənfini çıxardıram mötərizə xaricini. Mənfini çıxardanda olur A kvadratı üstə çıxılsın 5A üstəgəl idi. Mənfini çıxartdığıma görə çıxılsın 1 bərabərdir. İndi bunu belə saxlayıram. Sonra bu içəridəkini yazıram. A-nın kvadratı çıx. Bu 5'i burada bayaq kimi parçalayıram. 2 vur A vur 2/5. Üstəgəl olmalıdır. 2/5'dirsə bu. 2/5'in kvadratı. Kvadratını əlavə elədiyimə görə bir dəfə də 2/5'in kvadratını çıxıram. Bir dənə də axırda çıxılsın 1 var. Bərabərdir. Bu üçünün bir yerdə yerinə yazıram. A çıxılsın 2/5'in mötərizə kvadratı. Və bunları da hesablayıram. Onlar da eləyir 6/25. Bu da 1 mənfi 7/25. İndi bizdə burada qabaqda bir dənə də mənfi var idi axı. Elə bil ki bunun qabağına da mənfi yazıb mənfiyə nəzərən mötərizəni açsam olasdı mənfi A çıxılsın 2/5'in mötərizə kvadratı bu çıx idi olasdı üstəgəl 7/25. Deməli ifadənin ən böyük qiyməti olasdı 7/25. Çünki bu 0 eləyir. Ən böyük qiymət də budur. Üstəgəldir bu. 7/25 olur E variantı. Yəni istəsək bunu bu düsturla da hesablaya bilərik. Yenə də eyni cavab alınız. Bu ikincini də istəyirsiniz həmən düsturla hesablayaq. İkincidə deməli dedim ki A-nın əmsalı müsbət olduğuna görə bunun ən kiçik qiyməti var və ən kiçik qiymət n bərabərdir mənfi B-nin kvadratı çıxılsın 4AC böl 4A düsturu ilə hesablanır. Hesablayaq. Mənfini yazdım. Bunun B'si A'nın əmsalıdır 1. 1'in kvadratı eləyir 1. Çıxılsın 4 vur 1 vur mənfi 6 bölünsün 4 vurulsun A da 1'dir. Bərabərdir. Mənfini yazdım yenə qabaqda. Bu eləyir 1. Mənfi 4'ü də mənfi 6'ya vuranda eləyir müsbət 24. Bölünsün 4. 25'i də 4'e böləndə yenə mənfi 25 bölünsün 4. Mənfi deməli 6 tam 6 dəfə 4'ün 24 eləyir. 4'də 1'dir. 4'də 1'də %25 deməkdir. Mənfi 6/25 olur ifadənin ən kiçik qiyməti. B variantı. Üçüncü tapşırıqda ifadəsinin ən kiçik qiymətini tapın. Bu zaman yenə biz burada deməli qruplaşdırma eləməliyik. Belə ki 4x kvadratı başqa x yoxdur. 4x kvadratını yazıram əvvəlcə. Yazıram tapşırıq. Bir dəqiqə. 3 yazmalıyım hələ. 3. Tapşırıq 3. 3'də deməli 9x kvadratı var. Bir də mənfi 6x var. 9x kvadratı çıxılsın 6x'i bir qruplaşdırıram. Üstəgəl y kvadratı çıxılsın 2y-i bir qruplaşdırıram və üstəgəl 19'u da hələlik yazıram belə. Bərabərdir. Burada 9x kvadratı bilirəm ki 3x'in mötərizə kvadratı deməkdir. 6x'i parçalasam düsturun 2 vurulsun. Birincisi 3x-dirsə deməli bu özü 6x eləyir. Bir dənə deməli mən buna 1'e vurmalıyam ki ikisinin hasilini 2 misl eləsin. 1'e vurduğuma görə bir dənə də üstəgəl 1'in kvadratı yazmalıyam ki buradan müxtəsər vurma düsturunu yəni yarada bilim. Bu 1'in kvadratını yadımıza saxlayaq, özümüz yazmışıq. Sonra bunu yazıram. Üstəgəl y kvadratı çıxılsın 2y-dirsə 2 vur y vurulsun 1 deməkdir bu da. Burada üstəgəl bir dənə də 1 yazıram ki, yəni 1'in kvadratını yazıram ki, yenə bu bizə fərqin kvadratını versin. 1'in kvadratını yazdım. Burada da 1'in kvadratını yazdım. 2 dənəsini yazdım. 19 idi axı. 2 dənəsini bunlara parçaladığıma görə bunlardan 17 dənəsi qaldı. Bərabərdir. İndi burada deməli qruplaşdırsaq
Bu üçünün bir yerde yerine yazaram. 3x üstecel 1 çıx. Burada çıx olduğuna göre 3x çıxılsın 1'in mötərizə kvadratı üstecel. Bu üçünün yerine yazaram. Y çıxılsın 1'in mötərizə kvadratı və üstecel 17. İndi görürəm ki, bu 3x çıxılsın 1, x'in 3'te 1 qiymətində 0 alır. Deməli, bu ifadə ən kiçik qiyməti 0'dır. Bu da y'in 1 qiymətində 0 alır. Bu da 0'dır. Bir dənə qalır burada 17. Deməli, ifadənin ən kiçik qiyməti bərabərdir. Neçəyə? 17'yə. Dördüncü tapşırığı bu qayda ilə eləyim. Deməli, burada yenə üçədlidən işədliyin kvadratını ayırmalıyam. Buradan başlayın, yazaq 4. 4x kvadratını yazıram elə. Başqa x yoxdur. Elə bu qalsın. Sonra bu ikisini yazıram. 9y kvadratı, deməli 3y'in mötərizə kvadratıdır. 6y'in də yerinə yazıram. 2 vurulsun 3y, elə bu öz 6y elədir. Ona görə də öbürü mütləq 1 olmalıdır. İkisinin hasili 2 misli 6y eləyitsə, 1 olduğuna görə bir dənə də üstəcəl 1'in kvadratı. 1'in kvadratını əlavə elədiyimə görə bir dəfə də 1'in kvadratını çıxıram. Buradakı 3'ü də yazıram. Bərabərdir. 4x kvadratı. Bu üçünün bir yerdə yerinə yazıram. 3 y üstecel 1'in kvadratı. Burada da mənfi 1 eləyir. Bu da 3 ikisi bir yerdə eləyir 2. Yine burada deməli bu gedir 0'a, yəni x'in 0 qiymətində bu ifadənin qiyməti 0 alır. Burada da mənfi 3'te 1'də yenə 0 alır. 0'ın üstünə 0 gələm, onun üstünə 2 gələm. Deməli buradan da alıram ki, ən kiçik qiymət bərabərdir 2'yə. D variantı. 5-ci tapşırığa baxaq. İfadəsinin yenə balaca qiymətini tapın deyir. Burada deməli bax bu 2x plus y, bunu bir dənə məsəl üçün x ilə işarə edirəm. Onda burada da x olur. X, yəni x eləməyək, məsəl üçün a ilə ifadə edək. A olsun. Onda olası nə? A-nın 5-ci də yazıram. A-nın kvadratı üstəcəl 8a üstəcəl 18. 18. Yine buradan 3 ədlidən 2 ədliyin kvadratını ayırıram. A'nın kvadratı üstəcəl 8a'nı yazaram. 2 vur. Birincisi A'dır. İkincisi də 4 olmalı. Çəmsə bir də 8 olsun. 4 ise üstəcəl bir dənə də 4'ün kvadratını. Burada fikirləşə bilərəm ki 18'dir. Mən 16 yazmışam. Üstünə 2 gələ bilərəm. Və yaxud da bunu hesaplamaq çətindirsə 4'ün kvadratını əlavə elədiyimə görə 4'ün kvadratını çıxıram. Bu 18'i də yazıram. Yəni sonra hesablayıram. Fərqi yoxdur. Bu üçünün yerdə qiymətin yerinə yazıram. A üstəcəl 4'ün mötərizə kvadratı. Mənfi 16 ilə də müsbət 18 eləyir 2. Deməli bunun cavabı eləyəsidir. Biz axı burada A'nın qiymətini burada 2x plus y'in əvəz eləmişdik. Fərqi yoxdur orada. Nə istəyirsən yaz. Bunun kvadratının ən kiçik qiyməti olası 0. 0'ın üstünə də 2 gələndə olası yenə ə çırpı bərabərdir 2'yə. 5'də cavab A variantı. 6-cı tapşırıqda da yenə elədir. A üstəcəl B-ni bir dənə məsəl üçün y ilə əvəz eləsəm, yazaram ki, y-in kvadratı üstəcəl 6y üstəcəl 10 bərabərdir. Yenə burada y kvadratı qalsın. 6y parçalayaram. 2 vur y vur 3'ə. Ona görə də olası 3'ün kvadratı ki, 3'ü bir yerdə bizə müxtəsər vurma düsturu versin. 3'ün kvadratını əlavə elədiyimə görə 3'ün kvadratını çıxıram. Üstəcəl axırdakı onu da yazıram. Bərabərdir. Yine bu üçünün yerine yazıram. Y üstəcəl 3'ün mötərizə kvadratı. Bu da mənfi 9'dan müsbət 10'dur. Eləyir müsbət 1. Yine cəmin kvadratının ən kiçik qiyməti 0'dır. Deməli ifadənin də obşi ən kiçik qiyməti eləyəsi 1. 6'da da D variantı. 7. İfadələrin qiymətini müqayisə edin. Deməli, qiymətləri müqayisə eləməkdən ötürü bizim belə bir qaydamız var. A çıxılsın B ifadəsini hesablayıram. Bu böyükdür 0 olarsa, deməli A böyükdür B-dən. A çıxılsın B kiçikdir 0 olarsa, A kiçikdir B-dən.
A çıxılsın B bərabərdir 0 olarsa A bərabərdir B'yə. Yəni bu ifadə ilə bu ifadə eyni məna daşıyır. İndi bizdə bu ifadələri müqayisə elədiksə, birinci A'dan B'ni çıxmaq lazımdır ki, görün bu mənfədə də eləyir, müsbətə də eləyir, sonra müqayisə eləmək çox asandır. Deməli, A'nın qiymətini tapsam, yazaq bura, A çıxılsın B. Tapşırıq 7-dir. A'nı deməli çıxmaqdan ötürü vurub açıram. A'nı A'ya vuram, olur A'nın kvadratı çıxılsın 9A üstəgəl 6A çıxılsın 6 dəfə də 9'un 54. B'nin qiymətdə bunları vurub açacağım. Çıxılsın, qoy belə yazaq. A'nın kvadratı çıxılsın 14A üstəgəl 11A çıxılsın 14 11'e vuranda 154. 154. Bərabərdir. Əvvəldəkilər olduğu kimi yazaq. A kvadratı çıxılsın 9A üstəgəl 6A çıxılsın 54. Bunu da çıxmaya nəzərə mötərizəni açsam, çıxılsın A kvadratı üstəgəl 14A çıxılsın 11A üstəgəl 154. Bərabərdir. Burada A kvadratları islah gedir. Getdi. Bunlar ikisi bir yerdə eləyir. Deməli, mənfi 3A. Mənfi 3A'nın da burada var 14A. 11A, müsbət 11A, müsbət 11A ilə də mənfi 11A 0 eləyir. Deməli, bunlar hamısı 0'a getdi. 0'a getdi, qaldı mənfi 54 ilə müsbət 154, bu da 100 eləyir. Deməli, 100 böyükdür 0'dan. Ona görə də belə çıxır ki, A çıxılsın B özü böyükdür 0'dan və bu o deməkdir ki, A böyükdür B'dən. Müsbət ədəd olduğuna görə A böyükdür B'dən. Y variantı. 8-ci tapşırıqda yenə hiylədir. Eyni qaydadır. 8. Deməli, A'nın qiyməti A çıxılsın B. A'nı vurub açsam, olar A'nın kvadratı üstəgəl 7A çıxılsın 8A çıxılsın 7 dəfə 8'də 56 eləyir. Bunları da vurub açıb birbaşa işarələrini dəyişib yazıram. A'nı A'ya vuranda eləyir A kvadratı. A'nı mənfi 11'e vuranda mənfi eləyəsdir. Qabaqda da mənfi var deyə müsbət 11A. Onu A'ya vuranda müsbət 10'a. Qabaqda mənfi olduğuna görə çıxılsın 10'a. Onu da buna vuranda 110. Qabağında da mənfi var deyə müsbət 110. Yenə burada A kvadratları islah gedir. Bu elədir. Deməli, mənfi 1A, bu da müsbət 1A. Yəni A'ların hamısının cavabı birlikdə 0 elədi. 110'dan da 56'nı çıxmalıyam. Bərabərdir. 110 çıxılsın 56. Ondan 6 çıxanda 4, ondan da 5 çıxanda 5. 54'də bu qaldı. Deməli, A çıxılsın B bərabərdir 54'ə. O da böyükdür 0'dan. Və bu deməkdir ki, A böyükdür B'dən. A böyükdür B'dən. 9-cu tapşırığa baxaq. Deməli, ifadəsinin ən kiçik qiymətini tapın. Burada ifadənin, obş ifadənin ən kiçik qiymətini tapmaqdan ötürü biz birinci bu ifadənin ən kiçik qiymətini tapmalıyıq. Deməli, burada yenə 3 ədldən 2 ədlin kvadratından ayırım. Üstəgəl 12 üstəgəl 29 bərabərdir. X kvadratını yazıram. 10x'i yazıram. 2 vur x vur olsun 5 kimi. Deməli, ikinci ifadəmiz 5'in kvadratı olmalıdır. Əlavə elədiyimə görə 5'in kvadratını bir dəfə də çıxıram. Üstünə də gələm. 29'u bərabərdir. Bu 3'ü bir yerdə verir bizə. X üstəgəl 5'in mötərizə kvadratı. Burada da mənfi 25'dir. Müsbət 29. 29'un da 25 çıxanda müsbət 4 qalır. Müsbət 4. İndi bu ifadədə bax bunun ən kiçik qiyməti oldu 0. 0'ın üstünə 4 gələndə 4. Deməli, bu verilmiş birinci ifadənin, əsas ifadənin ən balaca qiyməti 4'dür. Ona görə də deməli, obş ifadənin ən kiçik qiymətini tapmaq üçün bu 4'ü kvadrata yüksəldirəm. Üstünə də 17'ni gələm. 16'nın üstünə də 17 gələndə eləyir 20, o da 13. 33. 10-cu tapşırıqda yenə eyni prinsip əsaslanır. Birinci deməli, mötərizənin için ən kiçik qiymətini tapmalıyam mən.
Bunun üçün x'in kvadratını yazıram. 6x'i yazıram, çıxılsın 2 vur x vur 3. Üstünə də gələm. Bu 3'dürsə 3'ün kvadratını və çıxıram 3'ün kvadratını. Axırda üstə gələ 13'ü də yazıram. Bərabərdir. Bu verir bizə x çıxılsın 3'ün mötərizə kvadratı. -9 müsbət 13 eləyir müsbət 4. Deməli bu ifadənin ən balaca qiyməti oldu 4. 4'dürsə, deməli 4'ün ümumiyyətlə ifadənin ən kiçik qiymətini tapanda 4'ün kvadratı çıxılsın 7. 16 çıx 7 bərabərdir 9'a. İndi burada başqa bir deməli diqqət etməli məqam var. Bu ondan ibarətdir ki, məsəl üçün burada yazmışdıq ki, x üstəgəl 5'in kvadratı üstəgəl 4'ün ən balaca qiyməti 4'dür. İndi burada bu da ona oxşayır, amma belə bir şey var da. Bax, bu ifadənin ən balaca qiyməti 0'dır. Bu 0'dan başqa qiymət ala bilmir. Əgər mən, yəni bu ifadənin 0'ı yoxdur ümumiyyətlə. Bu ifadə bütöv heç vaxt 0'a bərabər olmur. Bu 0'a bərabər olur. Üstünə də 7 gələndə bu 7 eləyir. Yəni bunun başqa variantı yoxdur. Deməli bu ifadənin ən balaca qiyməti 7'dir. Çünki 2x kvadratının üstünə 7 gələndə bu məcbur 7 eləməlidir. Çünki bu bərabərdir 0 yazsam bu həlli yoxdur. Yəni 2x kvadratı üstəgəl 7 bərabərdir 0 tənliyin baxaq görək həlli var. 2x kvadratı bərabərdir -7'də. Bu müsbət ədəddən bir şey. Müsbət heç vaxt mənfi ədədə bərabər ola bilməz. Ona görə də bu ifadənin qiymətini götürürəm 0. 0'ın üstünə 7 gələm, lap belə yazıq. 0'ın üstünə 7 gələm eləyir 7'nin kvadratı. Amma bu ifadənin 0'ı var. Y kvadratı çıxılsın 3 bərabərdir 0'dırsa, y kvadratı bərabərdir 3'ə, y də bərabərdir kök altında 3'ə. Burada bizə x'in, y'in irrasional olduğunu vermədiyinə görə, yəni istənilən qiyməti burada yerinə qoya bilərəm. Deməli, bunun ən balaca qiyməti 0 ola bilir. Üstəgəl 0'ın kvadratı çıxılsın 24. Bərabərdir 7'nin kvadratı eləyir 49. 49'dan da 24 çıxanda cavab qalır 25. Deməli, ifadənin ən balaca qiyməti 25'ə bərabərdir. Yenə burada bu yenə bayaqçındəndir. Baxın, bu 2x kvadratının ən kiçik qiyməti 0'dır. 0'ın üstünə 2 gələndə olur 0 üstəgəl 2'nin mötərizə kvadratı üstəgəl. Amma burada məsələn y-in yerini kök altında 6 versəm, kök altında 6'nın kvadratı 6 eləyir. Altdan da 6 çıxarır. Deməli bu kvadratın ən balaca qiyməti 0 olur. 0'ın kvadratı üstəgəl 19'da qalır. 4 üstəgəl 19 bərabərdir 23'ə. İfadənin balaca qiyməti oldu 23. On 3 nömrəli tapşırıqda ifadəsinin ən böyük qiymətini hesablayın deyir. 2AB çıxılsın A''nın kvadratı çıxılsın 2B'nin kvadratı üstəgəl 4B. Burada deməli belə eləmək olar. 2-2 qruplaşdırsaq bu ifadəni, parçalaya bilərəm mən bunu. Deməli, burada məsəl üçün 2B kvadratı üstəgəl 4B varsa, birinci bunlardan mənfinin mötərizə xaricini çıxardaq, sonra daha rahat olasıdır görmək. Deməli, yazıram A''nın kvadratı. Bu mənfini çıxartdığıma görə çıxılsın 2AB. Sonra burada da müsbət B'nin kvadratı üstəgəl B'nin kvadratı yazıram. Yəni bunu 2 dənə yerə ayırıram. Çıxılsın 4B. Bərabərdir. İndi burada baxıram nəyə? Bu ikisi bizə birbaşa düsturu verir. Mənfini hələ ki qabaqda saxlayıram. A çıxılsın B'nin mötərizə kvadratı eləyir bu. 3'ü bir yerdə. Bax bu 3'ü. İndi buna baxıram. Burada da yazıram B'nin kvadratı çıxılsın 4B. Deməli, mən buna üstünə bir dənə də 4 gəlməliyəm ki, düstur versin. 4'ü gəldiyimə görə bir dəfə də 4'ü çıxıram. Bərabərdir. Deməli, yenə mənfini yazıram, mötərizə açıram. Bunun yazıram A çıxılsın B'nin mötərizə kvadratı. Sonra bu 3'ünün yerinə yazıram B çıxılsın 2'nin mötərizə kvadratı və çıxılsın 4 var bir dənə. Yenə mənfi qabağa verdiyim mənfiyə görə mötərizəni açsam, olar
mənfi A çıxılsın B'nin mötərizə kvadratı çıx. B çıxılsın A'nın mötərizə kvadratı üstəgəl 4. Və buradan artıq daha qiyməti tapa bilərəm. Deməli, bu səfər ən böyük qiymət. Nəyə görə ən böyük qiymət? Çünki bunlar mənfidir. Mənfi olanda, deməli, ən böyük qiymət olur. Ən böyük qiymət bərabərdir 4-ə. 14 nömrəli tapşırıqla davam edirik. Burada da düsturla gəlin hesablayaq. Deməli, bayaqdan 3 ədldən 2 ədliyin kvadratının ayrılması ilə hesablamışdıq. Bunları da düsturla hesablayaq. Burada əsasən x-in qabağındakı əmsal 1 olanda 3 ədlidən 2 ədliyin kvadratını ayırmaq daha asan olur. Amma belə x kvadratının əmsalı, yəni a-sı müxtəlif ədədlər olanda düstur daha səmərəlidir. Deməli, n bərabərdir mənfi b-nin kvadratı çıxılsın 4ac böl 4a. Bu bizim düsturumuz. İndi burada 14'də a bərabərdir mənfi 2'dir. B bərabərdir 4'dür. C də bərabərdir 5'dir. Bunları burada nəzər alaq. Mənfini yazıram. B'nin kvadratı 16'dır. Çıxılsın 4 vur mənfi 2 vur 5. Bölünsün 4 vurulsun mənfi 2. Bu mənfi ilə bu mənfi ixtisar eləmək olar. Yəni daha mənfidən qurtardım. Şimdi hesablayayım. 16 mənfi 8 mənfi bu da 40. Qabaqda da mənfi var deyə müsbət 40. Bölünsün 8. Bərabərdir 56 böl 8. O da bərabərdir 7'yə. 14'də də cavab eləyir 7. Yəni birbaşa düsturu yerinə qoyub hesapladım. Deməli 15 nömrəli tapşırıqda isə bizə deyir ki, x-in hansı qiymətində bu ifadəsinin qiyməti ən böyük olar? Bu ən böyük olar, ən kiçik olar, fərqi yoxdur. Deməli, x-in hansı qiymətində soruşursa, deməli biz onu n bərabərdir mənfi b bölünsün 2a düsturu ilə hesablamalıyıq. Yəni bu qiymətli ifadə həm ən böyük qiymətini, həm də ən kiçik qiymətini alır. İndi 15 nömrəli tapşırıqda onda a bərabərdir mənfi 3'dür. B də bərabərdir 12'dir. Buradan mən m-i tapsam, m bərabərdir mənfi B-nin qiyməti 12'dirsə yazıram 12 bölünsün 2 vurulsun A-nın da qiyməti mənfi 3'dür. Bu mənfi 3 ilə mənfisi ilə qabaqdakı mənfi ixtisar gedir, qalır 12 bölünsün 6. 12'ni də 6'ya böləndə eləyir 2. 15 nömrəli tapşırıqda cavab 2. Yəni x bərabərdir 2 olduqda. 16 nömrəli tapşırıqda da yenə eyni qayda iləndir. 16'da da A bərabərdir mənfi 3, B bərabərdir 18'dirsə, deməli mən buradan m-i tapmalıyam. M bərabərdir mənfi, B isə 18'dir, A-sı da 3'dür. 2 vurulsun mənfi 3. Bu mənfi ilə qabaqdakı mənfi yenə ixtisar gedir. 18'i 6'ya böləndə də eləyər 3. 16'da da x bərabərdir 3 qiymətində ifadə, deməli ən böyük qiymətini alır. 17 nömrəli tapşırıqda deməli 2x üstü 4'ün ən balaca qiyməti 0'dır. 0'ın üstünə 5 gələndə eləyir 5. 5'in də kvadratı eləyir 25. 25 üstə gəl. Yenə bu ifadənin qiyməti ən balaca qiyməti 0'dır. 0'ın üstünə 4 gələndə 4 eləyir. 4'ün də kub eləyir 64. Amma burada çıxma olduğuna görə, yəni bura mən elə ədəd yaza bilərəm ki, bunu hesablayıb 5'dən çıxanda 0 qalsın. Yəni bu mötərizənin 0'ı var, amma bu mötərizələrin 0'ı yox idi. Ona görə də bu ifadənin də qiyməti 0 eləyir. 0'ın da kvadratı ilə 0. Bunları da toplayanda eləyir 89. Deməli ifadənin ən balaca qiyməti 89'a bərabərdir. 18 nömrəli tapşırığa baxıram. 18'də başlayıram bir-bir hesablamağa, yəni 3 ədldən 2 ədliyin kvadratını ayırmaqla rahatlıqla tapmaq olar. Deməli birincini yazıram. A kvadratı çıxılsın 4a yazıram ki, buna da mən 4 əlavə etməliyəm ki, bu a çıxılsın 2'nin mötərizə kvadratı olsun. 4 əlavə elədiyimə görə bir dəfə də 4'ü çıxıram. Bərabərdir. Bu eləyir a çıxılsın
2'nin mötərizə kvadratı çıx 4. Və buradan da görürəm ki, A bərabərdir 2 olduqda qolları yuxarıya doğru yönəlmiş parabola olduğuna görə deməli ən kiçik qiyməti də bərabərdir -4-ə. İndi deyir ki, ən kiçik qiymətini A bərabərdir 2 olduqda alır. Bəli, D variantı uyğun gəlir və ən kiçik qiyməti 4-ə bərabərdir. Burada bizə deyir ki, ən böyük qiyməti 4-dür. Yox, bu düz olmur. Deməli, bir dənə D variantı uyğun gəlir bura. Vəssalam. İkincisinə baxıram. A-nın kvadratı üstəgəl 6A yazıramsa və buna bir dənə də 9 əlavə eləyirəm. 9 əlavə elədiyimə görə 9-u çıxıram, üstünə gəl 4-ü də yazıram. Bu üçünün birlikdə qiymətini yazıram. A üstəgəl 3-ün mötərizə kvadratı. Bunları da hesablayanda eləyir, çıxılsın 5. Və buradan da deyirəm ki, A bərabərdir mötərizənin sıfırı, A bərabərdir -3 olduqda. A bərabərdir -3 olduqda qolları yuxarıya doğru yönəlmiş parabol olduğuna görə ən kiçik qiyməti də bərabərdir -5'ə. A bərabərdir -3 söhbəti yoxdur burada. Bir dənə bizə deyir ki, ən kiçik qiyməti -5'dir. Ən kiçik qiymət də -5'dir. Yalnız C variantında uyğun gəlir. Üçüncüyə baxıram. Üçüncüdə mənfini çıxardıram mötərizə xaricinə. Mötərizənin içində qalır A kvadrat üstəgəl 4A. Bu 4A'dırsa bir dənə də buna 4 əlavə eləməliyəm ki, cəmin kvadratı yazım. Əlavə elədiyim 4'ü çıxmalıyam ki, ifadənin qiyməti dəyişilməsin. Yenə mənfini yazıram. Mötərizənin içində olur A üstəgəl 2'nin mötərizə kvadratı çıx 4. Mənfiyə nəzərən də mötərizəni açsam olur. Mənfi A üstəgəl 2'nin mötərizə kvadratı üstəgəl 4. Və buradan da deyirəm ki, A bərabərdir -2 olduqda qolları aşağıya doğru yönəlmiş parabol olduğuna görə ən böyük qiyməti bərabərdir 4'ə. Deməli, ən böyük qiyməti 4'dür. A variantındadır və həmin bu 4'ü A bərabərdir -2'də alır. A bərabərdir -2'də alır söhbəti də yoxdur burada. Qolları aşağıya doğru yönəldiyinə görə ən kiçik qiyməti də yoxdur. Deməli, A və Y variantları da burada deməli öz əksini tapdı. Bu oldu 18 nömrəyə tapşırıq. İndi 19'da da yenə eyni qayda ilə baxıram. Birincisi. Mənfini çıxardıram mötərizə xaricinə. Qalır A kvadratı üstəgəl 10A. Bu 10A 2 vur 5 deməkdir. Ona görə də bir dənə də 5'in kvadratı olmalıdır. 5'in kvadratını özümdən əlavə elədiyimə görə çıxmalıyam ki, ifadənin qiyməti dəyişilməsin. Bu da eləyir -A üstəgəl 5'in mötərizə kvadratı. Bu da -25 eləyir. Qabaqda da mənfi var deyə müsbət 25. Və burada da deyirəm ki, A bərabərdir -5 olduqda ifadə özünün ən böyük qiyməti olan 25'i alır. Çünki qolları aşağıya doğru yönəlmiş parabolanın ən böyük qiyməti var. İndi burada cavablara baxıram. A bərabərdir -5 olduqda ən böyük qiymətini alır. Deməli, 19'un birincisində C variantı uyğun gəlir. Və ən böyük qiyməti 25 olanda yoxdur. Vəssalam, bu belə. İkinciyə baxıram. İkincidə yenə mənfini mötərizə xaricinə çıxarsam, A kvadratı çıxılsın 10A. Çıxılsın 10A'dırsa bir dənə də bura 25 əlavə eləyirəm. Çünki 10A 2 vur 5 deməkdir. Burada da 5'in kvadratı olsun. 25'i əlavə elədiyimə görə çıxıram və axırdakı 2 də var. Bunda da mənfini mötərizə xaricinə çıxartdığıma görə çıxılsın 2 yazıram. Və bu da eləyir bizə mənfi. Bu 3'ü bir yerdə verir. A çıxılsın 5'in mötərizə kvadratı. Bunlar ikisi bir yerdə də -27 eləyir. Qabaqda da mənfi olduğuna görə müsbət 27. Və buradan da görürəm ki, A bərabərdir 5 olduqda ifadə özünün ən böyük qiyməti olan 27'ni alır. Ən böyük qiymətini A bərabərdir 5'də alır və ən böyük qiyməti 27'yə bərabərdir. Deməli, D və Y variantları ikinci testdə rahatlıqla uyğun gəlir. Üçüncüyə baxıram. A'nın kvadratı üstəgəl 10 çıxılsın 10A'dır. Yenə bura 25 əlavə eləyirəm. Əlavə elədiyimə görə də çıxıram. Deməli, bu olur A çıxılsın 5'in mötərizə kvadratı bərabərdir -25. Mənfi çıxılsın 25'ə hələ ki. Buradan da tapıram ki, A bərabərdir 5 olduqda ifadə özünün ən kiçik qiymətini alır və həmin ən kiçik qiymət də bərabərdir -25'ə. A bərabərdir 5 olduqda ən böyük qiymətini alır deyir. D variantı yox.
D variantı onsuz gedir. Bizə C, deməli bir dənə baxaq. C getdi, D getdi, Y getdi. A ilə B qaldı. Bura baxıram. Ən böyük qiyməti yoxdur. Bir dənə də bizə deyir ki, ən kiçik qiyməti -25-ə bərabərdir. Ən kiçik qiyməti -25-ə bərabərdir. Bəli. Deməli burada A variantı. Ən böyük qiyməti yoxdur. Doğrudur. Çünki qolları yuxarıya doğru yönəlsə ən kiçik qiyməti burada var, amma yuxarıya doğru gedirsə bu yoxdur. Deməli A və B variantları da axırıncı testə uyğun gəlir. Qaldı bir dənə 20 nömrəli tapşırığımız burada. 20'yə baxaq. Axırıncıdır. İndi bizə deyir nə? Burada biraz diqqətli olmaq lazımdır. Deyir ki, P-nin istənilən qiymətində sonunda birinciyə baxaq. Birinciyə baxaq. P çıxılsın 3, A-nın kvadratı üstəgəl 2A üstəgəl 4 ifadəsidir. Deməli biz bilirik ki, bu A-nın kvadratı müsbət olanda yazıram ki, burada P çıxılsın 3 böyükdür 0 olarsa ən kiçik qiyməti var. Yəni müsbət olanda ən kiçik qiyməti var. Və buradan da alıram ki, P böyükdür 3-dən. Deməli, ən kiçik qiymətini alır. P böyükdür 3-dən olanda. Bu isə P daxildir. 3 müsbət sonsuzluq deməkdir. Deməli, P 3 müsbət sonsuzluq olanda funksiyanın ən kiçik qiyməti var. Deməli, burada elə bir variant yoxdur. Ona görə də keçirəm. Növbəti deməli, burada ən kiçik qiymətini hesaplamışdım. İndi ən böyük qiymətini hesaplayıram. Deməli, ən böyük qiymət olması üçün bu mənfi olmalıdır. P çıxılsın 3, kiçikdir 0 olmalıdır. Buradan da tapıram ki, P kiçikdir 3-dən. P kiçikdir 3 olanda, yəni P daxildir mənfi sonsuzluqdan 3-ə qədər aralıqda. Mənfidirsə, qolları aşağıya doğru yönəlmiş paraboladır. Deməli, bu zamanda ən böyük qiyməti var. İndi baxaq. Mənfi P bərabərdir. Mənfi sonsuzluq 3 olanda ən böyük qiyməti var. Bir dənə də P bərabərdir 3 mənfi 3 olanda deyir. Olduqda ən kiçik qiyməti var. P-nin yerinə də burada deməli mənfi sonsuzluqdan 3-ə qədər olan aralıqda olan istənilən ədədi versəm, deməli bu mənfi olasıdır və bunun ən böyük qiyməti var. Deməli bu D və Y variantları bir dənə də baxaq buna. Y variantı 100% uyğun gəlir bu A-ya. Yeni yazaq hələ ki. Yalnız mənfi sonsuzluq 3 olduqda ən böyük qiyməti var. Elə birbaşa hesablamalarımızdan almışıq bunu. Bir dənə də öbür variantlara baxaq. P bərabərdir 3 olanda ən böyük, ən kiçik qiyməti yoxdur. Baxın, P-nin yerinə 3 verəndə funksiya olur. Y bərabərdir 2A üstəgəl 4 şəklində. Bu isə bizə düz xətt verir. Düz xəttin isə ən böyük, ən kiçik qiyməti yoxdur. Deməli, C variantı da bura rahatlıqla uyğun gələ bilir. 1-ə C və Y variantı oldu. İkinciyə baxıram. İkincidə biz bayaqdan demişdik ki, P kvadrat üstəgəl 9-un sıfırı yoxdursa, deməli bu P kvadratı, qoy buraya yazaq ikinci, P kvadratı üstəgəl 9 həmişə, hətta bərabərdir də yox, həmişə böyükdür 0 olur. Böyükdür 0 olduğuna görə, deməli bunun nəyi var? Ən kiçik qiyməti var və P-nin istənilən qiymətində bunun ən kiçik qiyməti var. İndi baxaq görək. Burada P-nin istənilən sonunda qiymətinin ən böyük qiyməti var? Yox. Biz dedik ki, ən kiçik qiyməti var. Yalnız söhbətdə burada olmadı. P bərabərdir 3 olduqda, bunu bayaqlarım C ilə Y-nin qoy üstündən xətt çəkim, daha hər dəfə bunlara baxmayayım. P bərabərdir -3 olduqda ən kiçik qiyməti var. P-nin yerinə -3 qoyuramsa bura, -3-ün kvadratı 9, 9-dan da 9-u toplayıram. 18, A-nın əmsalı müsbət olduğuna görə, deməli ən kiçik qiyməti var. Onda burada rahatlıqla D variantı da uyğun gəlir. Deməli D variantı. Asan bir dənə ilə bu variantdır burada. D. 2'ye uyğun gəldi. 3'ə baxıram indi. 3'də də bu 3 dənə variantımız qaldı. Onları yoxlamalıyım. 3'ü yazıram. Burada yazaq. Deməli P üstəgəl 3 böyükdür 0 olanda
P üstəgəl 3 böyükdür 0 olanda müsbətdirsə, yəni qolları yuxarıya doğru yönəlmişdir. Deməli bunun P böyükdür -3 olur. Onda olur nə? Ən kiçik qiyməti qolları yuxarıya doğru yönəlirsə. P böyükdür -3 isə -3 müsbət sonsuzluq deməkdir. -3 müsbət sonsuzluğunda deməli ən kiçik qiyməti var. Bax birbaşa B-yə uyğun gəldi bu. P. Deməli B variantı da getdi. Qaldı A-nın D variantı. A-ya baxaq. P-nin istənilən qiyməti, yox istənilən qiymət olanmaz burada. Yəni bu müsbət olarsa ən kiçik qiymət olasıdır. Mənfi olanda da ən böyük qiymət olasıdır. Yəni istənilən qiymət sözü heç birinə uyğun gəlmir. Bir dənə də buna baxsam, P bərabərdir -3 olduqda ən kiçik qiyməti var. D-ni də burada zaten mən 2-yə uyğun gətirmişəm. Deməli 1-ə yalnız qaldı B variantı. Bu da oldu axırıncı testimizin həlləri. Hələlik bu qədər. Sağ olun. Davamında görüşərik inşallah.